gələnlərin hamısına minnətdarıq və başda Əziz müəllim və onun başında gələn bizim Beyləqan rayonunun məmurlarına öz təşəkkürümü bildirirəm. Allah sizi həmişə var eləsin ki, siz ilk gündən bu günə qədər bizi tək bıraxmadınız, həmişə yanımızda oldunuz. Mən şəxsən Əziz müəllim, bir şəhid atası kimi sizdən razıyam və sizin kollektivdən razıyam. Allah sizi var eləsin ki, mən deyirəm ki, şükür Allahın böyüklüyünə ki, birinci siz özünüz Qarabağdansınız, Zavraydansınız, siz özünüz qəşək bizim kimi torpaq həsrəti ilə yanıb qovurulan bir insan olmuşsunuz. Ona görə də bizi yaxından başa düşdüyünüz üçün, bizi şəhid atası kimi şəxsən mən dəfələrlə fərdi görüş keçirsəm də məni yüksək səviyyədə qarşılamışsınız, fərdi görüş keçirib məni dinləmişsiniz. Mən sizə və sizin başınızda gələnlər hamısına minnətdaram və bir də bizim burada say seçmə, Azərbaycanın say seçmə müğənniləri gəliblər, bugün burada iştirak edirlər. Bizlə bir yerdə bizim dərdimizi bölüşmək üçün, bizlə bizim dərdimizə şərik olmaq üçün sizə də minnətdaram. Var olun. Əvvəla, bugün burada danışmaq nə qədər qürurludursa da bir o qədər çətindir. Çünki sağ adamın şəhid haqqında danışmağı nə qədər danışır, nə qədər gözəl danışır, danışsın haradasa tam deyil. Amma mən Könül Ananın timsalında bütün şəhid analarına qarşısında baş əyirəm. Çünki bir oğlu yetişdirmək üçün, ümumiyyətlə bir övladı yetişdirmək üçün 3 əsas nüans var. Biri ailədir, ikincisi mühitdir, üçüncüsü cəmiyyətdir. Bir oğul şəhid ola biləcək qədər qüdrətə, cəsarətə sahibdirsə, o ailə tərbiyə salar. Yaxşı bir ananın oğlu olur, yaxşı bir atanın nümunə götürüb özündən. Çünki can insana verilən ən şirin şeydir. Ondan keçə bilmək insanın ən uca mərtəbəsidir, ən qüdrətli mərtəbəsidir. Oğul kimi bunu demək asandır. Mən bir şeirimdə yazmışdım ki, məni oğul bil vətən, səni anam bilirəm. Məni oğul bil vətən, səni atam bilirəm. Bir qarış torpağın üçün qarış-qarış ölürəm. Ölürəm ki, desinlər, oğul, üzün av olsun. Ölürəm ki, desinlər, təkir vətən sağ olsun. Bəli, bayaq yenə dedim. Ailə lazımdır, mühit lazımdır və cəmiyyət lazımdır. Biz elə bir xalqıq ki, elə bir coğrafiyada yaşayıq ki, bütün tariximiz boyu döyüşmüşük. Neçə qəhrəmanımız, neçə igid oğlanlarımız var. Bakıda Şəhidlər xiyabanda bir neçə qəbir var, üstünə yazılıb naməlum. Adları, şəxsiyyətləri bilinmir. Mən hər dəfə onları görəndə kədərlərirəm. Deyirəm, kəş tanıyaydıq, kəş onun da bir sahibi çıxaydı. Bugün amma, bugün burada şəkillərini gördüyüm və görmədiyim nə qədər şəhid var. Biz onları tanıyırıq, biz onları sevirik, biz onların ailəsini sevirik. Hə, ola bilər ki, kimsə, haradasa, necəsə etinasızlıq edir. Mən yenə Könül Ananın timsalında bütün şəhid analarından xahiş edirəm. O bir neçənin qüdazına heç vaxt inciməsinlər. Çünki mən və məni kimi nə qədər oğul var ki, o şəhid olanların yerində olmaq istəyir. Ramiz Rövşən Mikail Müşfiq haqqında deyir ki, mən elə bilirəm o mənim taydüşümdür. Məndən çox əvvəl yaşasa da. Həmin şəhid olanda mən onu o qədər izləmişəm, o qədər baxmışam ki, bir neçə tədbirdə də demişəm ki, mən elə bilirəm o mənim dostumdur.